İzləyicilərdə həm empatiya yaradan, həm də həkimlərin fədakarlığını göstərmək üçün belə bir sual vermək istəyirik sizə. Ən çox yorulduğunuz, amma buna dəyərdi dediyiniz an hansı olub? Bir xəstəmdə əməliyyat sonrası ağır ürək qüsuruydu, uşaqlıqdan qalmış, yəni ki, patent ductus arteriosus dediyimiz. Bu əməliyyat sonrası təəssüflər olsun ki, hava emboliyasına bağlı insult keçirdi və bunun əməliyyat sonrası 15 gün qaldı. Bu 15 gün gecə-gündüz mənim xəstəxanada olmağım, həyəcanlar keçirməyim. Çünki oğlu əskəriyə getmişdi, oğlundan əməliyyatı gizlətmişdi ata-ana olaraq, qadın əməliyyat eləmişdim. Və 15 günün sonrasında bizim anestezioloqlarımız, reanimatoloqlarımız, mən, nerpatoloqlarımızın müştərək bir komanda işi olaraq gerçəkdən sadəcə sol əlin 4-cü, 5-ci barmaqlarında yüngülvari keymə olaraq yeriyərək, deyə-gülə, danışaraq, nitqi bərpa olunaraq evinə getməsi oldu. Yəni, bu 15 gündə ən son xəstənin sağlam bir şəkildə evinə bir ananın getməsi, əskər anasının, mənim bu 15 gün gecə-gündüz xəstəxanada qalmağıma dəydi. Bax, belə bir şey oldu həkimlik fəaliyyətimdə.